Sadəcə şəxsiz izlətdirəcəm bu videoları, kadrları. Kanallar çox motivasiyayla hazırlaşıblar bu maça. Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Premier Liqanın 6-cı turu və günün qapanış maçındayıq. Hər birinizi xoş gördük. Repro Unity və Green Pay komandalarının mübarizəsində artıq hakimin də start fiti səsləndirilir. Hər iki komandalara uğurlar arzuluyuruq. Ümidvarıq ki, bol qollu, haqlı ədalətli, gözəl bir maç bizləri gözləyir. NF olaraq biz də heyətləri sizlərə təqdim edir. Repro Unity komandasının heyətləri belədir. Qapıda 1 Ramil, 5 Sədi, 11 Emil Orucov, 39 komandan kapitanı Ceyhun, 86 Kamil, 9 Səlim, 33 Omran Müsənnə, 19 Həsən, 14 Nihat, 77 Zahir, 6 Rəhman, 8 Emil Soy. Green Pay komandasının isə heyətləri belədir. Qapıda 1 Namid, digər qalkiper Arif, 22 Rəvan, 10 Cavid Həşimov, 11 Əli Bala, 19 Nicat, 3 Emin, 9 Ruslan, 35 Kərim. NF olaraq ağlı, yaşıllı formada Green Pay komandası, bənövşəkli formada isə Repro Unity komandası meydanda mübarizə aparır. Ramidən uzun ötürmə, Nicat qarşıladı ötürməni. Rəfan istədiyi kimi Rami edə bilmədi topu. Yeni gələnlər, hər biriniz xoş gəlmişsiniz. Maksimum dərəcədə canlı yayımı paylaşıb bəyənirlərlə dəstəyiniz əsirgəməyin, zəhmət olmasa. Səhifəni izləməyənlər, Heydər adının yanında takip et butonu var, oradan səhifəni izləyə bilərsiniz. Sizlərə xoş izləmələr, komandalara və mənə uğurlar. Repro Unity komandasının hücum həmləsi uğursuz alınır qapdan zərbə ilə. Qalkiper Namid top oyuna daxil edir. Ötürmə Rəfana. Saxlaya bilmədi topu meydanda. Out. Ramil. Boşluq axtarı ötürmə etmək üçün Repro Unity komandasının hücum həmləsi izləyə bilərik. Sport Super meydançalarda. Ramil yanında Emil Orucov. Ötürmə ünvansız alınır. Toxunuş var rəqibdən. Gün zərbəsi təyin oldu. Ötürmə gəldi. Zahirin zərbəsi qapıdan yan keçir. Qapıdan zərbə. Nicat sağzına ötürmə edir. Əli Bala. Rəfana ötürmə çatmadı və son toxunuş Əliyevdən olur. Emin. Mütləq şəkildə. Nicat toplanır. Solzuna ötürmə Əli Baladan tək toxunuşu yenidən Nicatla. Əli Bala. Əli Bala rəqiblərini geridə ötürmələr edərək Green Pay komandası öz üzərlərinə çəkib ani bax belə uzun ötürmələrlə əkstim açmağa çalışırlar. Emil son anda boş qapıdan topu çıxardır. Güzel zərbə. Əli Balanın zərbəsinə də blok gəlir. Daha bir zərbə Emin'dən və Qalkiper Ramil'dən mükəmməl refleks gəlir. Corner. Güzel zərbə yerinə yetirilir. Uzaqdan da zərbə gəldi. Blok var zərbəyə. Davil uzun ötürmə Rəfan. Cavid Həşimov. Zərbə qapıdan yan keçdi. Qapıdan zərbə ilə top oyuna daxil olacaq. Emil Orucov topladı. Orucov var hər zaman kimi yavaş-yavaş irəliyir mərkəzə doğru. Tələsmirlər hər zaman. Repro Unity komandası sakit oyuna üstünlüyü verir. Təmkinli oyuna üstünlüyü verən komandada. Amma anidən onların hücum həmlələri çox təhlükəli alınır. Emil top meydanda qalır. Paylaşım olunacaq Fuat. Və gol!
Rəvan. Maçda hesab açır Green Pay komandası. Kapitan Sükanı yaxşı saxlayır. Gəmisinin sürətini artırır. Green Pay 1, Repro Unity 0. Erkən dəqiqələrdə erkən gol var. Fuad ayağın düşmədi gələn kimi. Əliyev, yaxşı aldı. Əliyev, bu nözər peydi. Qapı tirimanı olur qola və Namiddən də müdaxilə var. İçeri doğru bir asma gəlir. Evi Oruçov. Cavid Eşimov ötürmə gəldi. Əli Bala 2 nəfərin öhdəsindədir və müdaxiləyə qaydalar çərçivəsində də hakimin fikrincə. Bəli, qayıtdı. Belə oyunlar olduqda enerji qayıdır. Maksimum bəyəni yoldaşlar. İşsə bitənə qədər 10K eləyək bəyənini. Nicat. Nicat və Zahir. Rəqinə qarşı qaydana pozdu. Rəvan. Rəvan ötürməsinə toxmuş var rəqibdən və ikinciden zərbəyə işarə edir hakim. Emin başı qaldı. Maçda yaşanan qolun müəllifi topun gərisindədir Rəvan. Ötürməsinə blok qoydular. Omran Müstənlə isə risk etmir. Topu uzaqlaşdırır. Bir daha yeni gələnlərin nəzərinə çatdıraq. Green Pay komandasına minimal hesabla 1-0 hesabla üstünlüyü var. Repro Unity komandası ilə mübarizədə. Əliyev. Səlim Əliyevdən taban pası Şamil. Sağ Ceyqan ötürmə. Zahirin ötürməsi gəldi amma Səlim Əliyev çatdıra bilmədi özünü. Nicat. Emil Orucov. Ona qarşı qayda pozulub. Yox, xeyr, time-out ayrılaraq. Time-out ayrılaraq. Time-out yeşunlaşdı yenidən mübarizəyə davam. Emil Orucov. Orucov da Ceyqan ötürmə Səlim Əliyev. Bitirdi topu. Emil. Risk etməli, bala uzaqlaşdırdı müdafiədən. Risk etmək olmaz. Cüzü səhv bağ başa gələ bilər. Qolla nəticələnə bilər. Həm də minimal fərqdə öndə olarkən. Əli bala. Emil Orucov itirir topu. Rəvan. Rəvan ötürməsi keçmədi. Kamildən top meydan tək edir. Out. Omran Müstənlə. Emil Orucova. Kamil. Out. Emil Orucov. Ötürmün bana çatmalı. Teşekkürler. Orucov. Aslında Rəvan var Emil Orucov'un. Qalkiperi oynadı yanında. Ramil. Kamil yenidən Ramil oynuyor. Orucov. Kamil. Bir daha. Orucov ötürmə gəlir. Emil. Sağsına ötürmə. Səlim Əliyev. Bir daha Orucov. İçeri doğru ötürmə Nicatdan. Kritik. Müdaxilə var. Top qarın ayəsinə tuş gəldi Nicatdan. Müdvarıq ki, zədəsi ciddi deyil. Hər zaman bildirim kimi zədələr arzu olunmazdır hər bir komanda üçün. Elə bir mərkəzi qarşı durmada. Bəli, Köroğludur. Spor Stel meydansası Köroğlu'dayım. Yeni gələnlər xoş gəlib. Səfa. Omran Müstənlə tamamilə geriyə çəkilir. Ramil. Sağsına ötürmə Səlim Əliyev. Əliyevdən bir asma gəldi. Ötürmə Omran Müstənlə. Qaydan topa isə müdaxilə Əli Palatan da uzaqlaşdırır.
Alış kazanan Namid bu seyfi ilə. Üçüncüdən zərbə. Daha bir ötürmə və yenə də qapıcı diqqətlidir qapısında. Kamil tehlikeli zərbə indirmişdi. Çox tehlikeli zərbə indirmişdi. Zal altına indirmiş zərbədə azacıq qeyri dəqiqliyi var. Rəvan. Təzyiq var Rəvana qarşı 2 nəfərin atəsindədir. Qayda pozuldu. Qayda pozulur. Bir daha nəzərinizə çatdırım. Hesab Green Bay komandasına 1-0 hesablı üstünlüğü ilə davam edir maç. Repro Unity komandası ilə maçda. Nihat topun gerisindədir. 2 nəfərlik ibarət canlı set. Cavid Əşimovla Əli Balanı görürük canlı setdə. Sədi keçirir topun gerisinə. Yoxsa yox. Kamil də bu. Kamilin zərbəsi. Top qapının üzərinə keçdi. Namid. Atan zərbə ilə top oyuna daxil etdi. Rəvan oynuyor. Rəvan top əlində özündə saxlayıb ötürməsi keçmir. Səlim Əliyevdən Kamil oynadı. Kamil. Çəkildi geriyə, qapısına ötürmə gəldi. Sədi, saxlaya bilmədi top meydanda, out. Rəvanın ötürməsi, qapısının müdaxiləsi var. Hakim isə davam deyir. Elə bir 50-10 yoxdur deyə sərt şəkildə bildirir. Emil Orucov. Orucov zərbəsi Toryandan silkələdi. Qayda pozuldu Rəvana qarşı. Gel, siz danışmıyor. Siz danışmıyor. Ara iste, Emin ara iste. Emin ara iste. Nizat sol sahtan ilerleyir. Blok geldi ötürmeye. Emil Orucov sürekli şekilde üstüme tutmaya çalışırlar ama anlaşılmamazlık oldu. Oy. Top kapı tirinle meydan terk edir. Rəvanın bu zərbəsindən sonra bizə bir həyəcan yaşatdı. Artıq adını belə yanlış şəkildə bildirdik. Bəli, liq alır. Sədi. Ramil oynuyor. Kamil. Bir daha nəzərinizə çatdıraq maçın 14-cü dəqiqəsindəyik. Repro Unity komandası minimal fərqlə geridədir maçda. Green Bay ilə mübarizədə 1-0 hesabıyla. Təzyiq artdı bir anlıq amma bəli, bu təzyiq öz bəhrəsini verir. Raut qazanır Green Bay komandası. Emin topun yerisində davanla ötürmə gəldi. Əli Balan zərbəsinə blok var. Hücum davam edir Green Bay'dən. Nicatdan da zərbə gəldi Ramil qapısında diqqətlidir. Alqış qazanır bu zərbədən sonra Nicat. Daha bir ötürmə Eminlə qarşılandı Səlim Əliyev. Əşsümə çıxmağa çalışır Repro Unity çıxdılar da amma ötürmə Nihata qeyri dəqiq alındı. Əli Bala zərbə indirir Ramil diqqətlidir qapısında. Səhifəni izləməyənlər varsa Heydər adının yanında takip et butonu var, zəhmət olmazsa oradan takip atsaz sevindirərsiniz bizi. Zərbəyə blok gəldi. Ya sol sağ ötürmə. Sənin zərbəsi qeyildəydi. Xeyr, ara deyil.
Emil Orucov. Orucov. Türmə ünvana çatmadı. Əlibala ayaq top ayağına oturmadı. Orucov. Türməsinə. Sərdən top meydanı tərk edir. Nicat. Cavid Eşimov. Səfi. Əlibala Orucov ortada düşür. Ortaya keçdi o. Şehit de kapısından sığınır. Amil. Emil Orucov'un teş toxunuş götürməsi. Kamil və toxunuş var rəqibdən korner. Emil Orucov'un zərbəsinə blok gəldi. Kamil. Out. Şehit de getmə, gözlə. Gözlə qapısıyla gəlsin. Ramil. Ramil özü zərbə ilə top qapının üzərindən keçir. Zordu belə, narahat olmuyor. Eləmədi onu! Riski hərəkətli idi Namiddən. Ona rəhbəri belə eləmədi o hərəkəti. Sağla bildirir və Namid mükəmməl uzanır bu zərbəyə. Və Sədinin bu zərbəsi çərçivədən yan keçir. Türmə Həsənə. Həsən zərbə mövqeyi axtarır və Cavid Əşimov özünü çatdırdı. Əlibala. Həsən. Cavid Əşimov. Paralel şəkildə ötürməyə gəlir Eminə. Out. Cavid. Davan ötürməsi. Zahid nəzarət edirdi. Canlı yayımı maksimum paylaşıb, bəyənmələri artırsaq, sevinəri yoldaşlar. Səhifəni izləməyənlər, Heydər adının yanında takip et butonu var. Bir tek ora tıklayırsınız, çətin bir şey deyil. Zəhmət olmasa. Kamil. Əksü məmləsi Green Pay komandasından. Minnətdaram. İzlədiyiniz üçün təşəkkürlər. Allah çox çətin bir şey deyil. Hədiyə falan heç kimi istəmirəm burada mən. Bəyənmə bir də ki səhifəni izləyin. Takip et butonundan orada adımın yanında və s. Emil Orucov. Ramil. Və out. Bir daha hesabı nəzərinizdə çatdırım. Maçın 19-cu dəqiqəsidir. Green Pay komandasına 1-0 hesablı üstünlüyü var. Repro Unity komandası ilə mübarizədə. Kamil. Ramil oynadı. Ramil. Yavaş-yavaş mərkəzə doğru yaxınlaşır. Cəqan ötürmək. Kamildən tək toxmuş ötürmək keçmədən out. Maksimum bəyəni. Maksimum paylaşım. Maksimum dərəcədə takip et butonundan istifadə edin və Səlim Əliyev gol! 1-1 status qolu gəlir Səlim Əliyevdən. Hesab bərabərləşdi maçın 20-ci dəqiqəsində. Nəhayət yol tapa bildilər qapıya. Repro Unity komandası. Nicat. Toxmuş ötürmə Əlibaladan Emin'dən uzun ötürmə. Adaşı qarşıladı o ötürməni. Və qaydanı pozub. Qaydanı pozub. Rəhman. Rəhman qaydanı pozmuşdu bəli o epizodda Əlibalaya qarşı. Bəli, çempionatı, Premier Liga adında keçirilən çempionatı Koroğlu Sportster meydançasında keçirilir. Günün qapanış maçıdır, 6-cı turdur.
Və turun mərkəzi qarşıdurması Cavit Həşimov topun gerisində. Nəfərdən ibarət Cansel. Həşimovun zərbəsi. Ramil qapıda diqqətlidir. Emil Orucov hava ötürməsi. Sağsına. Zahir. Zahir baxır qapıya zərbə indirir. Ramil qaydan top. Və gol! 2-1. Geri dönüş gəlir Repro Unity'dən. Mükəmməl hücum və gol ilə sonlanır. Bu hücumun sonluğu. Ona mübarizədir. Mükəmməl bir maç izləyirik. Əsil mərkəzi qarşı durmaya layiq bir maç. Nihat. Maksimum bəyəni paylaşın, yollaşlar, zəhmət olmazsa və Sahir toxunuş edə bilmədi. Səhifəni izləməyənlər bir daha təkrar edirəm. Heydər adının yanında takip et butonu var. Bir dənə ona takip edəsiz. Çox çətin bir şey deyil. Əlinizdə. Xeyr, bura Koroğlu Sportster meydançalardır. Premier Liqadır. Daha bir korner. Türmə gəldi. Nami diqqətli qapısında və son toxunuş Rəhmanlandı. Atlan zərbə. Ruslan. Out. Allah Verziyev geriyə çəkildi. Zahir. Zahirin zərbəsi qapına yan kəsdi. Yox, xeyr. Qolkivi mənim adaşımdır. Yaxın dostu, həm də adaşdır. Ruslan Allah Verziyev. Qarşısına aldılar onu Səlim Əliyev. Lafiyadan çıxmağa çalışırlar və sərbə təhlükəli oyun Emin tərəfindən. Maksimum paylaşım canlı yayımda. Maksimum bəyəni dəstəyinizə esirgəməyin yoldaşlar. Zəhmət olmazsa. Və takip etməyənlər. Heydər adının yanında takip et butonu var. Bir zəhmət oradan takip eləsə sevindirəsiniz bizləri. İndidən hər bir bizə təşəkkürlərimi bildirirəm. Əhman qarşıladı. Kamil. Çıxa bilmədi o mövqedən. Rəfan. Baxır qapıya. Zərb indirdi. Blok gəlir. Qapılan zərbə top Repro Unity'də. Bir daha nəzərinizə çatdırım. Artıq ilk sənə sonlarına doğru yavaş-yavaş yaxınlaşırıq. Təxmini dəqiqə yarım 2 dəqiqə var maçın bitməsinə. Hakimin əlavə edəcəyi dəqiqə olmazsa ilk hissəyə. Hesab isə 1-1 bərabərliyi var bu çəkişməli mübarizədə. Emil Orucov sol uzuna ötürmə Rəhman oynadı. Rəfandan təzyiq var ona qarşı. Rəhman Hüseynzadəyə qarşı qayda da pozulub. Hakimin fikrincə. Daha doğrusu üzr istəyirəm, hesabı yanlış bildirdim. 2-1 Repro Unity komanasının hesabda üstünlüyü var. Geri dönüş etdilər. Ayaq sayıqsız ha izləyicilər. Kimə gəldi? Nicat zərbə qapının üzərindən keçir. Bax, bu aktivliyi istəyirəm mən izləyicilərdən. Bu aktivliyi əhsən minnətdarıq. Ramil. Out. Xeyr avra deyil. Koroğludur. Sportster. Yaxanova ötürməsi. Əli bala çata bilmədi bu ötürməyə. Out. Səhifəni izləməyənlər təkrar şəkildə bilirəm. Heydər adının yanında takip et butonu var. Oradan takip edərək izləməyiniz xahiş olunur. Canlı yayımı maksimum paylaşıb dəstək olaq və Səlim Əliyevin zərbəsi qapıdan yan keçir. Rəhman uzaqlaşdırdı. Bu çempionat Koroğlu Sportster meydançalarında keçirilir. Premier Liqada liqanın adı. Və beləliklə 2 sənə final fiti səsləndirilir. Birinci hissəni Repro Unity komandasına 2-1 hesablı üstünlüyü ilə
Yekunlaşdırırıq Green Pay komandası ilə mübarizədə və birinci sədəsində mən idim şəxsiniz Heydər Hüseynli. Qısa fasilədən sonra yenə görüşmə ümidi ilə hələlik deyirəm. Bir daha vaxtınız xeyir olsun əziz spor sevərlər. Artıq ikinci hissənin start fiti səsləndirilir. Yenidən uğurlar arzuluyuq hər iki komandaya. Növbəti hissədə ilk hissə nəticəsini xatırlatsaq, Repro Unity komandasından 2-1 hesabla minimal üstünlüyü ilə yekunlaşdı. Green Pay komandası ilə mübarizənin ilk hissəsi. Baxaq görək, növbəti hissədə Repro Unity qədər geri dönüş edə biləcəkmi onlar kimi? Green Pay komandası bunu artıq bizə zaman göstərəcək. Diagonal ötürmə, Zahir. Repro Unity komandasının hücum əmləsi. Küncdən zərbə qazanırlar. İkinci hissənin ilk standart vəziyyəti Repro Unity'dən gəlir. Künc zərbəsi yerinə yetirəcək. Səlim Əliyev topun gerisində keçir. Ötürmə gəldi. Zahirin top ayağına oturmadı və Kamilin zərbəsi də qapının üzərindən keçdi. Qaptan zərbə ilə top oyuna daxil olunur. Rəvan Hüseynzadə yanında Emin oynadı. Solcuna Nicat. Cavid Əşimovun davam pası. Rəvanla bir-birlərinə başa düşmədilər. Omran Müsənnə. Geriyə çəkirlər. Ramil və Emin. Risk etmir. Topu uzaqlaşdırır meydandan. Canlı yayım hər kəsdə donur. Bir dənə cavab versin hal-hazırda. Ramil. Sağ ötürmə. Ramil. Emil Oruzov və out. Hal-hazırda da donur canlı. Hər kəsdə donur. Bir dənə hamı cavab versin. Yox deyən var, hər deyən var. Qarışdı aləm bir-birinə. Düzəldi. Əla. Əla. Baş izləmələr sizə. Və top qapdan yana keçir. Gözünüzün biri, gözünüz daha doğrusu ekranda bir barmağınızda layiqdə olsa sevindirərsiniz. İzləməyə almayanlara səhifəni izləməyə alsın Heydər adı yanında takip butonundan. Cavid Əşimov 2 nəfərin atəsindən çıxdı, geriyə çəkilir. Top içisi var, Nicatdan. Zahir zərbə mövqeyi axtarır. Yanında Şamil oynadı. Səlim Əliyev və mükəmməl refleks Arifdən gəlir. O nə toxmuş idi. Cavid Əşimov. Əşimovdan diagonal ötürməsi Əli Bala. Və Emil Oruzov zədə alır. Varıq zədəsi ciddi deyil. Bir daha nəzərimizə satıraq. İkinci hissənin ilkləridir, ilk dəqiqələridir. Hesab isə Repro Unity komandasına 2-1 hesabı üstünlüyü ilə davam edir. Green Pay komandası ilə mübarizədə. Əli Bala zərbə qapıdan yan keçir. Nəzə bir şey düşdük. Omran Müsənnə. Çalıştık arkan gitti. Sık. Ramil. Ötürmə, qarşılanır Nicat. Nicat imkan vermədi ona Zahir. Rəvan. Son topmuş Rəvanın özündəndir. Out. Ramil Ramil'le oynadı. Ramil'den uzun ötürmə. Nicat, yanında Emin. Emin ötürməsini qarşıladı Oruzov. Uzun ötürmə. Əli Bala istədiyi kimi Ramil'də bilmədi. Ramil. Başa qapıya istiqamətlənir və həmkarı nəzarət edir. Cavid Əşimov 2 nəfərin atəsindən sığınmağı bacardı. Əşimov çəkdi sağ ayağına zərbə endirir. Blok gəldi. İmkan vermədilər. Əşimov. Emil Oruzov altı yolan top. Səhifəni izləməyən varsa Heydər adının yanında takip butonundan izləsə sevindirəsiniz bizi yoldaşlar. Təşəkkürlər indidən.
Cavid Həşimov. Allah sağ. Out. Belə deyək. Zahir top ayağına oturmadı. Cavid Həşimov geriyə çəkilir. Kanal ötürmə. Altı olan top. Səlim Əliyev. Sosuna ötürməkdir. Ondan üstənə. Özünə ahil oynadı və out. Canı məndən razıda gəlməyəndən sonra. Emil Orucov. Paralel şəkildə ötürmə uğran. Müstəndə qəbul edə bilmədi topu. 3 səfər. Kamil, ben satı, süre kullanma. Oturma o kadar, Kamil. Və qayda pozulub Evilə qarşı. Zərmə zərbəsi yerinə yetirəcək Green Bay komandası. Yenə xoş gəlmişsiniz. Canlı yayımı maksimum dəstəyi ilə paylaşım eləyib, like edək. Təşəkkür edəyiz, qolunuz var olsun. Və canlı yayımda izləyərkən də heç bir çətinlik yoxdur. Heydər adının yanında takip et butonu var. Oradan zəhmət olmasa izləyin, sevindirərsiniz. Rəfan zərbə dirəkdə meydan tərk edir. İcat. Pressing var Səlim Əliyev. Tamama qarşı qapısı ilə oynadı Arif. Uzun ötürmə imkanına gəlib çatır. Və Səlim Əliyev topunuşu qapının üzərindən keçdi. Yaxşı Fuat, yaxşı. Green Bay komandası altı yerinə yetirəcək. Təzyiq nəticəsində Həşimov kazandırdı topu və hakim davam edir. Heç bir qayda pozuntusu yoxdur amma. Emil Orucov topu meydandan kənarlaşdırdı. Əhsən Emil. Əhsən Orucov. Əhsən. Bəli, Koroğlu'dur. Koroğlu spor stil meydançıları. Təşəkkürlər Fuat Məhəmmədlərə. Ramil. Ötürmə qeyri dəqiq və ünvansız alınır. Alta yollanır top. Çərqan ötürmə. Livala istiqamətində top meydanı tərk edir. Bu dəfə out. Refa unitinindir. Oyuna görə necə diqqət edirsiniz? Hesab neçədir? Dəyərli izləyicilərimiz. Bəlkə hansı komanda öndədir yoxsa bərabərdirmi? Rəfan. Qayda pozulur Rəfana qarşı. İcrat. Bəlli oyuna görə etirazlar var və hakim penaltı nöqtəsini göstərir. Hesabı bərabərləşdirmək üçün çox gözəl fürsətdir və özləri də razılaşdı. Bəli, 50 oyun var idi deyə. Tural, deyəsən sən başqa kanala baxırsan, qardaş. Hə, Tural hiss edirmiş ki olacaqlı deyə. Hiss edirmiş. Baxaq da. Rəvan Senzadə və Ramil qapıda. Fit gəldi, zərbindir və gol! 2-2! Kapitan gəmilərin sürətini bərabərləşdirir.
Dubli imza atır Rəvan Hüseyinzadə. Hesab bərabərləşdi maçda. Start skolu gəlir yenidən. Mükəmməl nəfəs kəsici, çox maraqlı bir maç istəyirik. Səlim Əliyev top meydanlara almalı. Briqələrdə time-out ayrıla ehtiyac var idi mütləq. Həm bizə, həm izləyicilərə, həmçinin də komandalara bir time-out yekunlaşdı. Yenidən oyuna davam. Biraz daha kaçalım, biraz daha kaçalım. Hamı da donur yoldaşlar. Güzeldir bəs indi. Güzeldir yoldaşlar. Canlı. Emil Oruçov. Rami topu çıxartmağa çalışırdı və Sık sık bakın lazımdı onlara. Sıkın. yaxşı da göstərməyəcəm özümü. Sədi. Sağsına ötürmə. Səlim Əliyev. Öz nahil oynadı Emil Oruçovla. Oruçov Əliyev ötürmə çatmalı. Green Bay komandasına Həşim Əmrəsi, Cavid Həşimov irəliyir. Həşimov baxdı qapıya zərbəyə blok. Blok gəlir zərbəsinə. Dabir ötürmə zərbə edilir. Ramilin refleksi yerindədir. Diretmeye koyma. Bir daha yeni gələnlər nəzərinə çatdıraq. Ya da mən çatdırmam. İzləyicilər buyurun hesabı çatdırın. Səlim Əliyev arzu olmaz filçəti uğurla aldı və uzaqlaşdırır Emin topu. Ele bile değmedi. Sen değmedi o reaksiyon. Əliyev. Və yapışıq yerində də yaxın günüzdə. Ayda əlinin bu zarafatları öldürür də bizi. 2-2 kim odur? Bak daha 3 seferimiz var orada. Səlim Əliyev. Top ilişdi var Həşim Əmrəsi Repro. Daha olsa Green Bay komandasına ama Repro komandası qarşısına alır üzünü. Qaqaşın başı necə olub? Soruçarıq. Yaxşı oldu. Hələ dəyməmişdi başına. Emil Oruçov. Zahir ötürmə keçmir. Və onun zərbə idi. Aleyküm salam. Bura Köroğlu Sportster meydançalardır. Bu ilə icazə yoxdur belə meydançalara. Belə mərkəzi qarşılanmalıdır. Yoldaşlar, ümumiyyətlə mini futbollarda komandalar hamısı kompakt oyunu nümayiş etdirir. Qapılanırlar, yaxşı qapıyırlar. Müdafiəçilər, hücumçulara mərkəzi. Ona görə ötürmələr çox yaxşı alınmır. Həşim Əmrəsi, aşırmaz zərbə və gol! Əli Bala, neynirsən Abala? 3-2 hesaba tarazlıq pozulur maçda. Əli Bala. Bax, geri dönüşü etdi Green Bay. Artıq bu maçda hesabı açmışdılar. 1-0 önə keçdikdən sonra Repro Unity geri dönüş etmişdi 2-1. Bu dəfə isə Green Bay yenidən geri dönüş edir. Sağ ağzına ötürmə.
Zərbə qapıdan yan keçdi. Nihat. Sağsına ötürmə temp qalxırmasında bir qədər də zərbə və qapı tiri. Qapı tiri meydanda Arifin tək dostu. Qapı direği və qapı tiri də adına çatır. Tarazlığın bərpa olmasına imkan vermədi. Cavid Həşimov və gol! Perfect maestro! Perfect! 2 top fərq yanar Cavid Həşimov. Maestro hesab fərqini bir qədər artırır. Grimpey komandası gəlir, nə gəlir? Gəldiyi kimi də o sürətlə də keçir rəqiblərini. Artıq Repro Unity'nin itirəcəyi heç nə yoxdur. Maksimum dərəcədə hücumlara atılmalılar. Səlim Əliyevin hava ötürməsi. Nihat. Yox, qapıcı imkan vermədi. Cavid Həşimov. Həşimov və Omran Müsənli alta yolladı topu. Və daha bir zərbə gəldi tərəfdən almışlar. Əlibalıdan qapıdan yan keçdi. Yoldaşlar, səhifəni izləməyənlər Heydər adının yanında takip et butonuna zəhmət olmaz. Səhifəni izləsəz sevindirərsiniz. Və qayda pozusu qeydə alınır. Eminə qarşı qayda pozuldu. Zəhmət olmasa başqa heç nə istənilmir sizdən. İzzat. İzzat və gol! Əlibala! Əlibala! Nəribala deyil, Əlibaladır bu. Daha bir gol gəldi. 3 top fərq yaranır maçda. Ay aman, ay aman. Repro Unity yaşıl meydanlarda, daha doğrusu Grimpey yaşıl meydanlarda biraz da öz əhval ruhiyyələrini yaşıllaşdırır. Bura Koroğlu Sportster meydançalarıdır yoldaşlar. Və Ruslan Allahverdiyev yerdədir hal-hazırda. Zədalov. Hə? Okey. Zahir. Sol zona ötürmə. Omran. Ara ötürməsi Səlməliyev. Qaydan top. Zahirin zərbəsi qeyri-dəqiq olur. Bir daha nəzərinizə çatdırın, maçın bitməsinə son 6 dəqiqə. Rəfanın zərbəsi qapının üzərindən keçdi. Grimpey komandasının isə 5 hesabı üstünlüyü var. Repro Unity komandası ilə mübarizədə. Ona görə 6 dəqiqə 3 gol. Hər 2 dəqiqədən bir gol gələrsə transfer bərpa oluna bilər. Repro Unity'dir. Hər şey gözləmək olar bu komandadan. Arif. Omran Müsənli. Son 5 dəqiqə təxminən maçda. Səhifəni izləməyənlər Heydər adının yanında takip et butonu var. Oradan zəhmət olmasa izləsəz bəyəniyə də ehtiyac yoxdur. Təşəkkürümü bildirəm bugün hər birinizə. 2 dəfə canlı açdı, 3 dəfə canlılaşdırdı. Maksimum bəyəninizi, dəstəyinizi göstəririz. Var olasınız. Əlibala. Repro Unity'dən hücum əmləsi. İçəriyə doğru ötürmə və top. Qapıdan yan keçir. Qapıdan zərbəyə işarə edir hakim. 5-2 Grimpey komandası öndədir. Maçın son 4 dəqiqəsində. Alın və salam. Başqa bir istəyi yoxdur. Minnətdarım izləyən birinizə. Əlibala və top qapıdan yan keçdi. Toxuş var müdafiəçilərdən. Korner. Əlibala çıx ortaya. Daha bir zərbəyə bax qoyulur. Nihat sağsına ötürmə, içəriyə doğru ötürmə gəldi. Yox, sağında ötürmənin. Nihat. Səlim Əliyev. Emil Oruzov Əliyev də oynadı. Səlim.
Sağsına ötürmə edir, Nihatla oynadı. Nihat. Türməni qəbul edə bilmədi Səlim Əliyev. Əlibala. 5-2. A formalı Green Pay komandası öndədir. Atıl abi. Əlibala, həmin o Əlibala meydana tərk edir yoldaşlar. Əlibala, qala, nə dibala, abala. Düzünə Əlibala. Çox gözəl oyunu nümayiş etdirdi bugün həqiqətən də. Neysə, o ifadə də bədahətən gəldi dedik. Yəqin ötürməsi Sədi. Rəhman yeniden Sədi ilə oynayır. Ötürmə qarşılanır. Ekstrem şansı Ruslan. Ruslan'a qarşıda qayda pozulub. Bəli, 5-2 hesab. 5-2 orada 5-2. Rəhman zərbəsi. Canlı sətdən top geri dönür. Sakla. Qaqaş dayanır üçün. Kamil Zədə alır bu epizodda. Takip et butonundan səhifəni takip edin. Hər zaman canlı yayımlarda oyunları izləyin. Uşaq futbolundan tutmuş böyük futboluna qədər. 10 metre. 10 metre qərar gəlir. 6-2 etmək olar hesab artıq. 6-2 etmək olar. İzləmələri görmürəm. Seyfiyə. Rəfan. Panenka ama top qapının üzərindən keçdi. Deyil yazan Hüseyin. Onun dediği doğru çıxdı nəsə. Cavit Eşimov. Eşimovun ötürməsi qarşılandı. Kamil. Aslında son nəfəs kəsici bir dəqiqə. Daha bir zərbə blok gəldi Nizatdan. Rəhman. Nizat isə qarın nahiyəsində tuş gəlmişdi top, amma yenə də mübarizəyə necə 2 qat şəkildə davam edirdi. Əzimkarlıq bugün bu əzimkarlıq Green Pay-ə 3 xala qazandırdı həqiqətən də. 5-2 Green Pay öndədir. Alışlar dayanmır. Komanda da Ramil'dən refleks yerinə də bırakı. Güzel zərbə. Son dəqiqə Premier Liga. Koroğlu spor sitədə kesilir. Müraciət eləmək istəyənlər şəxsi də müraciət eləyər yönləndirərək. Liqalara. Son toxunuş uzaqdandır mı? Və beləliklə final titrə səsləndirilir. Bu maraqlı mərkəzi qarşı durmada Green Pay komandası 5 hesabı ilə qalib gələrək 3 xal aktivinə yazdırır Repro Unity komandası ilə mübarizədə. Və biz də reportajımızı sona çatdırırıq. Bu maraqlı oyun boyunca sizinlə mən idim şəxsinə Seyid Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.